Salam, hər vaxtınız xeyir. Mən Əsmər Nadirova. Bu günləri sizlərə 26 oktyabr tarixində OTK keçirdiyi 3-cü qruplar nəzərdə tutulmuş tarix fənninin suallarına baxacağıq. Deməli, birinci sualda deyir, tarixi prosesin ardıcıllığını tamamlayın. Burada C variantı olacaq. 6-cı yüzillikdə Yəməni ələ keçirmək uğrunda həqiqətən də Sasani Bizans mübarizəsi var idi və ərəblər arasında siyasi, dini birlik yox idi. Sasani Bizans müharibələri bir-birini zəiflətmişdi və İslam orduları Bizansla Sasaniləri məğlub edəcək, Misiri müsəlmanlar tərəfindən fəth ediləcəkdir. Cavab burada C variantı olacaqdır. Birinci sualda. İkinci suala baxaq. Deməli, eradan əvvəl 3-cü minillikdə Hind çayı vadisində salınmışdır və eradan əvvəl 2-ci minillikdə tərk edilmişdir. Burada bəli, Harappa mədəniyyətindən söhbət gedir. A variantı doğrudur hər ikisi. Daha sonra xəritədə göstərilən ərazi dəyişikliyi əks etdirir. Deməli, ərazi dəyişikliyi əks etdirir. Deyir, xırda dövlətlərin ləğv edilməsi və bir dövlət halında birləşdirilməsini, Azərbaycanda xilafətin hakimiyyətinin başa çatması və dövlətçi ənənələrin dirçəlməsini, vahid Azərbaycan dövlətinin dağılması və kiçik dövlətlərin yaranmasını, işğalçı dövlətlərin mövqeyinin sarsılması, Atropaten Albaniya kimi müstəqil dövlətlərin yaranması, Makedoniyalı İskəndərin imperiyasının dağılması və yerli dövlətçi ənənələrin bərpa edilməsini. Bəli, burada da B variantı olacaqdı əslində cavab. Çünki söhbət burada paytaxtlardan götürülsək, Gəncə, Şirvan, Marağanın paytaxtı olmasını qeyd edirsə, bəli, 9-11-ci əsrdə yaranmış feodal dövlətlərdən söhbət gedir. Bəli, burada cavab B variantı olacaqdı. Tamamilə doğru yazılıbdır. 34-cü sualda Əhəmənilər imperiyasının hakimiyyəti dövründə. Əhəmənilər imperiyası 550-ci ildən 130-a qədər hakimiyyətdə olubdur. Şimalda sosial bərabərlik mövcud idi. Əhali siyasi proseslərə qatıla bilmirdi. Şimalda əhalinin adət-ənənələrinə toxunulmurdu. Cənub torpaqları imperiyanın tərkibində deyildi. Cənubda köçəri İskit tayfanın ağalığı davam edirdi. Burada cavab olacaq uşaqlar. Deməli, şimalda əhalinin adət-ənənələrinə toxunulmurdu. Burada cavab C variantıdır. 35-də qədim Misir tarixinə aiddir. Ali məmur olan Çati həm də baş komandan idi. Baş komandin Firon idi. Qulları yad düşmən bu Hindistandadır. Vahid dövlət yaradılarkən paytaxt Vivi idi. Xeyr, Memfis idi. Deyir, eradan əvvəl 2-cidə Het dövlətlə mübarizə, bəli, 4-ü götürəcəyik. Firon tanrının yer üzərində təmsilçisi sayılırdı, bəli, 4-5 cavab D variantı doğrudur. 36-cı suala baxaq. Azərbaycanda və Qərbi Avropada feodal münasibətlərə aid ümumi cəhətdir. Kəndlərin çoxu feodallardan şəxsən asılı idi. Azərbaycanda şəxsən asılı yox idi. Feodalların xüsusi təsərrüfatı yox idi. İbtidai icma quruluşunun dağılması ilə yaranmışdır. Xeyr, 1000 ildən çox davam etmişdir. 17-ci əsrdə başa çatmışdır. Burada cavab 1000 ildən çox davam etməsi olacaq. Cavab C variantı olacaqdır. C variantı. Xəritədə paytaxtın göstərilmiş dövlətlərə aid ümumi cəhəti müəyyən edin. Söhbət Qəbələ, Albaniyadan söhbət gedir. Qazaka, Atropatenadan bizi də ümumi cəhət soruşur. Eradan əvvəl 3-cü yüzilliyin əvvəllərində yaranmışdır. Xeyr, eradan əvvəl 4-cü yüzillikdir. Selevki dövlətinin hücumuna məruz qalmışdır. Oxşarlıq deyil, Atropatenada olubdur. Midiyanın süqutu nəticəsində müstəqil olmuşdur. Xeyr. Makedoniya imperiyasının parçalanması nəticəsində idi. Bizans imperiyası və Xəzər xaqanı ilə mübarizə. Xeyr, ərazi Azərbaycan Respublikasının bəzi rayonlarını əhatə edirdi. Cavabımız E variantıdır. 38. Deyir ki, qədim Roma tarixinə aid uyğunluq gözlənilmişdir. İlk Roma diktatoru idi. Oktavian. Deyir, qədim Roma tarixinə aid uyğunluq gözlənilmiş. İlk Roma diktatoru Sezar idi, Oktavian değildi. Bütün İtalyanın işğalı başa çatdırdı padşahlıq dövründə. Bütün İtalyanın işğalı 3-cü əsrdə da Respublika dövrüdür. Karfagen dövləti ilə müharibə başladı. Makedoniya uğrunda. Xeyr. Deməli, Karfagenlə müharibə Siciliya adası idi. Respublika dövründə ölkəni idarə edirdi imperator. Xeyr. Mali işlərinə baxırdı senat. Doğrudur. 38-də cavabımız E variantıdır. 39-da Lulubi və Kuti dövlət qurumlarından fərqli olaraq Aratda dövlət qurumu Urmiya gölü ətrafındaydı. Bu oxşarlıqdır. Cənubda Diyala çayı ilə həmsərhəd idi. Bu Lulubiyə aiddir. Eradan əvvəl 3-cü minilliyin ilk yarısında yaranmışdır. Bəli, cavabımız C variantıdır. 40-cı sualda deyir, xəritədə əksini tapmış prosesi müəyyən edin. Burada cavab olacaqdı Yunan koloniyalarının qurulması. Cavab B variantıdır. Keçək o bir suala.
41-ci sual. Deyir ki, qədim Yunanistan tarixinə aid uyğunluğu müəyyən edin. Vulkan püskürməsi, Mikena mədəniyyətinin məhv olması. Mikena yox, Kritdir. Quraqlıq illərdə kəndlərin öz ağalarından bocalması, qulların sayının artması, bu borc daşları idi. Borcunu da verə bilməyəndə qullara çevrilirdi. İkini götürürük. Solon islahatının keçirilməsi, Attikanın bütün sakinlərin vətəndaş hüququ alması, bütün sakinlər deyir, burada kişilər alıbdır. Diqqətə görə təşəkkür. 3-ü götürməyəcəyik. Dori tayfalarının yürüşləri, Sparta şəhərinə əsası qoyulması tamamilə doğrudur. 2-ci minillikdə cavabımız 2-4 C variantıdır. Əla. Gözəl sualdır. 42-də deyir, Azərbaycanda xilafət dövrünə aid ifadələrin, izahların doğru verildiyi şərtləri müəyyən edin. Rabbat, xüsusi hərbi məskənlər, əla, doğrudur. Vəqf, dini idarələrin ixtiyarında olan torpaqlar, doğrudur. Cizyə, cama, torpaqları xeyir, can vergisidir. Xərac, hərbi qulğa görə verilən mükafat, səhvdir. Cavab 1-2, əla. Hələ ki, bir dənə səhvimiz var. 43-ə baxaq. Avropada feodal münasibətlərin yaranması müşayiət olunurdu. Rom İmperiyası Respublika çevrilməsi ilə xeyir. Suvarma sistemlərinin dövlətin ixtiyarında olması ilə, Roma İmperiyasının dağılması ilə, Xristian dininin yayılması ilə. Bir dəqiqə bura baxaq. Burada bir məsələ də var. Suvarma sistemlərinin dövlətin ixtiyarında olması ilə. Əslində o variantı deməli çaşdırmaq üçün qoyublar. Bu şərqə aiddir. Cavabımız 3-4 doğrudur. Əla. Bu da düzgündür. Afərin sənə. Azərbaycanın şimal və cənub torpaqlarının Sasanilər dövləti və Ərəb xilafətinin tərkibində birləşməsi nəticəsində deməli etnik mədəni birliyin təşəkkülü baş verdi. Xristianlığın yayılması üçün şərait yarandı. Azərbaycan türk ədəbi dilinin formalaşması başa çatdı. Yadelli işğalına qarşı mübarizə əhali sıx birləşdi. Çox gözəl A variantıdır. 1-4. Sacilər, Salarilər, Rəvadilər dövlətinin vardığına son qoyulmuş tarixi şəxsiyyətlərin adının ardıcıllığının düzgün verildiyi bəndi müəyyən edin. Deməli, Saci, Salar, Rəvadi dövlətlərinin varlığına son qoyulmuş tarixi şəxsiyyətləri soruşur. Sacilər dövlətinin varlığına son qoyulacaq Salari Mərzaban ibn Məhəmməd, super. Deməli, Salarilər dövlətinin varlığına sağ qoyacaq Rəvadi Əbülhüca, əla. Rəvadilər dövlətinə son qoyulacaq Alparslan. Axşam sual cavabımız əla, super. Sırf bu hissəni sual cavab eləmişdik. 46-da. Məzdəkilər hərəkatıyla xürrəmlər hərəkatına aid ümumi cəhət deyil. Yəni, məzdəkilərdən xürrəmlərin cəhətini götürəcəyik. Azərbaycan cənub torpaqlarına təsir etmişdir. Ədalətli cəmiyyət qurmaqda idi. Yazıb ki, cavab D olaraq 1-ci milliyin ikinci yarısında başlamışdır. Əslində bu elə həm məzdəkilər hərəkatı, həm xürrəmlər hərəkatı bu 1-ci əsr götürüb 100%. 1-ci milliyin ikinci yarısı idi da əslində burada. Burada deməli fikirləşsək ki, 481-529 məzdəkilər hərəkatıdır. 778-837-ci illər. Deməli, xürrəmlər hərəkatıdır. 700-ü götürəndə artıq bu 1-ci yarısına yox, ikinci yarısına düşür də. Çünki 500 il. 1000 illiyin yarısı 500 ildir. 481 birinci yarıdırsa 778 ikinci yarısıdır. Doğrudur. Burada da cavabımız D variantı olacaq. 47-də Azərbaycan torpaqlarında yaranmış İskit şahlığı Urartu ilə mübarizə İranzuya hərbi yardım göstərib, xeyr. Urartu dövlətin varlığına son qoydu, xeyr. Mani ilə ittifaq qurub Asturiyaya hücum etdi. Bu doğrudur. Cavabımız C variantıdır, əla. Bu da doğru yazılıb. 48-də uyğunluğu müəyyən edin. Albaniyada xristianlığın yayılması tarixində, yəni 313, birinci mərhələ və ikinci mərhələ. Ağoyen məclisinin çağırılması ilə xristianlığın yayılması ümumiyyətlə Albaniyada 1-ci əsrdən götürürük, amma rəsmi dövlət dini olması 313-dən götürürük də. Ağoyen kilsə məclisinin yayılması bu 1-ci mərhələyə aid deyil. Yunanpərəst mərhələ idi, 4-cü əsrə qədər davam etmişdir. Burada uyğun 1-ci mərhələyə gəlir. Çünki 4-cü əsrə qədər davam edib də. Deyirik Urnayır, xristianlıq dövlət dini eləyəndən sonra artıq 2-ci mərhələ gəlir. 1-ə C uyğun gəlir, 2-yə B və C, daha doğrusu A və B. Həqiqətən 1-ci milliyin ilk yarısına düşür də 313 və Urnayır'dı da xristianlığı dövlət dini elan etmək. Burada cavab A-dır, heç birisini yazmayıb. 49-da Manna dövlətinin Assuriya dövləti ilə münasibətlərin pozulmasının səbəbləri. Mannanın İskit şahlığı ilə yaxınlaşması, Azanın Suriyaya arxalanmaqdan imtina etməsi, Ulusun Urartudan kömək alması, Midyada Assuriya əleyhinə üsyanlarının Mannanın dəstək verməsi, 1-4, deməli,
Midiya hökmdarı Astiaqın Ahşeriyə yardım göstərməsi. Deməli 1, 3 və 4. Cavab C variantı 49-da C olacaq. 50-ci suala baxa. Böyük Hun və qədim Çin dövlətləri şimaldan gələn hücumlara qarşı böyük Çin səddi tikdirmişdir. Deməli eradan əvvəl 3-cü yüzilliyin birinci yarısında yaranmışdır. Eradan əvvəl 220, 221-ci illər, deməli birinci yarısı yox, ikinci yarısı da eradan əvvəl olduğu üçün. Makedoniyanın şərqi yürüşünü dayandırmışdır. Bir-birlə davamlı mübarizə aparıb D variantı doğrudur. Cavabımız D olacaqdır. 51-də Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Mihraqulu xan və Bumin xaqı 6-cı yüzillikdə hakimiyyətdə olması. Hər ikisini oxşardı. A gedəcək 3-ə. Yeni dövlətin əsasını qoyulması. Bumin yeni dövlətin əsasını qoyub 2-yə B. Bizans üzərinə dağıdıcı hücumlar edilməsi Bizansın üzərinə. Deməli bu Mihraquludadır. Daha doğrusu Mihraqulu Bizansın üzərinə yox. Yox. Mihraqulu Hindistana yürüş etmişdi. Bumin etmişdi. Avarlarla mübarizəsi var. Bizansdan yox. Daha doğrusu C heç birisinə getməyəcək. Aşina nəslindən olması Buminə aiddir. Hindistan şimal-qərbi də Mihraquluya aiddir. Deməli 1-ə E, 2-yə getdi B-dir, 3-ə də A. Düzdür. Bizansla mübarizə heç birisinə aid deyil. Bizansla müharibə aparan İstəmi Xaqan idi. Əslində uğur qazanacaqdı İstəmi Yabqu. İstəmi Yabqu uğur qazanacaq, amma sonradan diplomatik münasibətlər saxlayacaq. 52-ci suala baxaq. Manna dövləti yaranmışdır. Zaman vilayətinin birləşməsinin səyləri nəticəsində müstəqil fəaliyyət göstərən vilayətlərin artması ilə İranzunun mərkəzləşdirilməsi siyasətində Manna dövlətini niyə 3-ü götürürsən? 3 olmaz. Yox, 3 götürməyib. Uraz və Əhəmələrə qarşı mübarizə şəraitində xeyir Assuriya hücumundan qorunmaq zərurətindən 5-i götürəcəyik. 1, 5. Bu sual səhv yazılıbdır. Səhv yazıb. Cavab 1-5 olacaq A variantı. 53-cü sualda 1-ci minilliyin ilk yarısına aid olanları müəyyən edin. Atropatenada zərdüştlüyün yayılmağa başlaması. Atropatenada zərdüştlük eradan əvvəl 7-6-cı əsrlərdə zərdüştlük dini yaranıb. Bu da 1-ci minilliyin ilk yarısına düşəcək. Biri götürəcəyik. Albaniyada Aqoyun Kilsə Məclisi 488-ci ildə keçirilibdir. Eradan əvvəl 488-dir. Bu ikinci yarısına düşəcəkdir. Ona görə götürməyəcəyik 2-ni. Albaniyada Pəhləvi yazı sistemindən istifadə edilməsi, bu da 1-ci minilliyə düşməyəcəkdir. Midiyanın dedi ki, Azərbaycanda Pəhləvi yazı sistemindən istifadə edilməsi, bu Midiyanın tərkibində olan vaxtlar olubdur. Bu düşəcək. 1-3-ü götürürük. Şamaxının Sündü məscidində günbəzi üzr istəyirəm uşaqlar. Bu 1-ci minilliyin ilk yarısı bizim eradan söhbət gedir. Bizim eraya aid olmalıdır. 1-ci minilliyin ilk yarısı deyirsə, Azərbaycanda Pəhləvi yazı sistemindən istifadə 3-ü götürəcəyik. Şamaxıda Sündü kəndində günbəzli tikilinin götürməsi 3-4. Cavabımız 3-4 olacaq. Mən bunu eradan əvvəl başa düşmüşdüm. 53-də 3-4 olacaq. Bu səhv yazılıb bu sual. Şumerlərin tarixinə aid doğru fikirləri müəyyən edin. Şəhər dövlətlərlə idarə etmə əvvəllər teokratiya əsaslanırdı. Bu düzdür, götürəcəyik. Eradan əvvəl 7-ci minillikdə Misirdən gələn 2 çarəsində məskunlaşmışlar. Misirdən gəlmək xeyir. Biz tərəflərdən gedibdir əslində. Altay dağlarının ətəklərindən gedilibdir. Şəhər dövlətləri Luqal adlanan kahin tərəfindən idarə edirdi. Luqal adlanan hərbi başçı idi. Tarixdə ilk yazılı qanunlar yaratmışlar. Tarixin ilk yazılı qanunları məhz onlara aiddir. Burada cavab 1-4 olacaq. Xronoloji ardıcılığı müəyyən edin. Albaniyada Mihranlar sülaləsinin hakimiyyətə gəlməsi. Bu 630. Şirvan və Dərbənd hakimi Şəhriyarın ərəb sərkərdəsi ilə sülhün bağlaması. 644. Ərəblərin Sasanilər üzərindəki hücumlarının başlaması 636 və xronoloji ardıcılıq düzgün düzülübdür. 56-cı sual. Erkən Tunc və İkidəmir dövrünə aid ümumi cəhətləri müəyyən edin. Süni suvarmadan istifadə edilməsi düzdür. Köçmə yaylaq maldarlığının itirməsi səhvdir. Metaldan əmək alətlərinin hazırlanması, bu da düzdür. 1-3 düzdür. 57-ci sual. Uyğunluğu müəyyən edin. Qaraxanlı dövləti, Qəznəli dövləti 10-cu yüzilliyin birinci yarısında 2 yerə parçalanması 11-ci yüzillikdir. 1042. Bu heç birisinə aid olmayacaqdır. İbn Sina və Əl-Buruni kimi alimlər sarayında bu Mahmud Qəznəlidir.
Deməli, bu B gedəcəkdi 2-yə. Bunu demişik axşam sual cavabda. Əsas rəqibi Uyğur xaqanlığı idi. Heç birisinə aid deyil. Banisi Sultan Tütünla layiq görülən ilk bu da Qəznəliyə aiddir. B-dir. Qəznəli Əfrasiyab sülaləsi təbii ki, Qaraxanlı dövlətidir. Tamamilə də doğru yazılmış cavabdır. Dərs izahımız, test izahımız bu qədər. Video 15 dəqiqədən artıq getmədiyi üçün üzrü sayın. Açıq suallar bura qədər izah olunacaq.